Onda idi ki, deyir İmam Hüseyin səqqətə yıxıldı, yıxıla dedi Bismillahi və billah Əla milləti Rasulillah fi səbilillah. O an idi ki, səmadan səs eşidildi. Vallah qutilə Hüseyin ibn Əli. And olsun Allaha, Hüseyin öldü. Onda idi ki, ərşdən bir səs gəldi. Ya əyyətən nəfsul mutmainnə İrci ilə Rabbiki raziyətən mərdiyyə. Ay Hüseyin, qayıt mənə tərəf. Mən səndən razıyam, sən məndən razısan. Bir dənə də nida gəldi bərzəxdən. O kim idi? O ananın səsi idi. Bu nəy? Bala, qətəlük, öldürdülər səni. O xanım Zəhranın səsi idi. Bala, qətəlük, öldürdülər səni. Bir səs xeymədən ucaldı, o xanım Zeynəb idi. Qaça-qaça gəldi qətilgaha. Bu da axır sözlərim, ilahi mənim. Gəldi çatdı qətilgaha. Baxdı ilahi nə vəziyyətdir. Əşşimru calisun əla sədrih. Şimir çıxıb İmam Hüseyin ağanın sinəsinə. Dedi, Şimir qoymaram qardaşımı öldürəsən. Əlindəki qılıncın qını ilə başladı xanım Zeynəb İmam Hüseynin gözünün qabağında vurmağa. Xanım Zeynəb yıxıldı.